Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala şefil enbiyayı vel murselin vel akibetu lil muttaqin amma ba'd. Möhtərəm müsəlmanlar, ilk öncəsi salamlayıram. Assalamu aleykum və rahmetullahi və barakatuh. Amma sonra bugünkü dərsimiz yenə də rafizilərə rəddiyə silsiləsindən olacaq və sonuncu dərsdə deməli rafizilər cəmaatı necə aldadırlar? İbn Teymiyyənin sözlərini təhrif etmələri adlı silsilə dərslərimizin 6-cısını qeyd etdik və tutarlı dəlillər gətirdik və həmin o deməli cahil və yalançı Qasım Səfərov adlı rafizinin gətirdiyi şübhələri rədd etdik və gətirdiyimiz dəlillərin heç birinə cavab verə bilmir. Niyə görə? Çünki cahildir, bəllidir, mərufdur. Və bəzi sonuncu, yəni 8-ci belə deyək də güya rəddiyəsini gətirib, onu gördüm. Teymiyyəni müdafiə edən Vəhabinin cavabına cavab 8 bax belə bir video buraxıb, belə deyək. Yenə də boş-boş danışır, heç bir dəlil gətirmir. Sənin sözlərinin heç bir dəyər qiyməti yoxdur. Sən dəlil gətirginən və ya gətirdiyim dəlillərə cavab verginən, əgər elmin varsa. Təbii ki, sənin elmin yoxdur, sən boş-boşuna danışırsan. Yəni və sadəcə internet belə deyək, məkanını koruyursan və ya zibilləyirsən, belə deyək. Amma İbn Teymiyyənin gəlincə, İbn Teymiyyə, yəni Əl-Hillinin, mən keçən dərslərdə də dedim, Əl-Hillinin sözlərini rədd edir, gətirdiyi iddianı rədd edir. Deməli, Əl-Hilli gətirir Məryəm surəsi 96-cı ayəni Əlinin imaməti üçün və Şeyxülislam İbn Teymiyyə rahiməhullah o rafizinin bu iddiasını batil edir və deyir ki, sənin qeyd etdiyin, yəni ayədə qeyd olunan, daha doğrusu gətirdiyin dəlil və ya ayədə qeyd olunan daha çox Əbu Bəkir və Ömərə layiqdir, onların xilafəti zamanı, nəinki Əliyə. Və sonra deyir ki, Əlini bir qism sahabə və tabiinlər buğz etdilər və s. İndi, baxın, burada önəmli bir məsələ var. İbn Teymiyyə bunu xəbər kimi gətirir. Yəni, tarixdə baş vermiş bir xəbər kimi. İndi tarixdə baş verilən bir xəbəri xəbər vermək, bu xəbər verən üçün tənə edilməyə səbəb ola bilərmi? Təbii ki, yox. Təbii ki, yox. Əgər Şeyxülislam İbn Teymiyyə desəydi ki, məsələn, əlini söyüblər, düz eləyiblər, doğru eləyiblər, yaxçı eləyiblər və s. Onda kimsə çıxıb İbn Teymiyyəni bunda ittiham eləyə bilərdi. Ki, sən düz danışmırsan və s. və s. Şeyxülislam İbn Teymiyyə sadəcə tarixdə baş verən hadisəni xəbər verir ki, Əli barədə belə əhvallar var idi, belə hallar var idi. Allahu Akbar. Və bu, Şeyxülislam İbn Teymiyyənin Əliyə tənə etməsidir? Təbii ki, yox. Və ya sahabələrin, bir qism sahabələrin və ya tabiinlərin Əliyə buğz etməsi küfürdür? Təbii ki, yox. Asilikdir təbii ki. Təbii ki, asilikdir. Lakin bir sahabə və ya tabiin asilik edə bilərmi? Bəli, edə bilər. Amma və ən təhlükəlisi odur ki, rafizilər güya ki, bu Qasım Səfərovun da dediyi kimi, yəni sahabələr əgər əlini söyübsə, biz də ona görə sahabələri söyürük. Misal üçün, belə bir fikir gətirməyə çalışır. Onlara görə buna etmək olar mı? Əlbəttə etmək olmaz. Niyə görə olmaz? Niyə görə olmaz?
ona göre ki rafizilerin ettiği, yani sahabelere teneler, bu bir itikaddır. Bu bir dil sürüşmesi değil veya bu bir asilik değil. Asilik babından değil, bakın. Sahabelerden kimse ona edipse bu asiliydi. Veya tabiinlerden kimse bunu edipse bu asiliydi. Ama rafizilerin ettiği asiliydi. Elbette ki asili değil. Rafizilerin ettiği küfürdü elə ve dindən çıxarır. Eğer hüccət qalxsa. Eğer adam bilirse ki sahabelere tene etmek olmaz, haramdır. Kur'an bunu qadağan edir, sünnet bunu qadağan edir, imamlar bunu qadağan ediblər. Bax, imamlar, mən keçən dərslərdə qeyd elədim, dedim ki, Əhl-i Beytin imamları icma ediblər ki, sahabelərə söymək haramdır. Ona görə mən deyirəm hər dəfə ki, rafizilər imamlara müxalifdirlər, Əhl-i Beytə müxalifdirlər. Yəni, rafizilər iddia eləyirlər, ay nə bilim, biz Əhl-i Beytə tabi və s. Əhl-i Beytin imamlarına tabi və hamısı yalandır. Hamısı yalandır. Çünki niyə görə? Çünki birincisi, Əhl-i Beytin imamları 12 imam etiqadına etiqad eləməyib. Nə cür nə ki rafizilər edir. Ricət etiqadına etiqad eləməyib. Nə bilim, bəda etiqadına etiqad eləməyib. Nə bilim, və s. başqa məsumluq etiqadına etiqad eləməyib. Yəni, saymaqla qutarmaz belə. Yəni, bir çox etiqadlar var ki, misal üçün, buna etiqad eləməyiblər. Bu rafizilərin etiqadıdır. Və rafizilər imamlara müxalifdirlər. Ona görə də rafizilərin sahabələri söyməsi küfürdür və zındıqlıqdır. Elə, amma bir sahabəni söyməsi bu bir etiqad deyil. Bu bir asilikdir. Fərq bundadır, bax o. Fərq bundadır. Bax, indi iki dənə mənbə qeyd edəcəyəm. Hansı ki, rafizilər açıq aydın deyirlər ki, rafizi alimləri, belə deyək, açıq aydın sahabələrə olan nifrət və kin-kudurətlərini qusurlar, yəni. Gör nə deyir? Məsələn, birinci mənbə Mühəqqiq Əli Əl-Kərəki Nəfəhatul Lahut adlı kitabda 140-cı səhifədə görün nə deyir? Deməli, 940-cı ildə vəfat edib Əl-Kərəki. Görün nə deyir? Deyir ki, mən ləm yəcid fi qalbihi ədavətü li Osman ibn Affan və ləm yəstəhil irdahu və ləm yə'təqad kufrihi və huvə əduvun lillahi və rasulihi kafirun bimə ənzəlallah. Allahu Akbar. Görün nə deyir? Deyir ki, əgər bir şəxsin qəlbində Osman İbni Əffana qarşı ədavət qəlbində olmazsa və onun irzini, yəni namusunu halal görməzsə və onun küfrünə etiqad etməzsə, o Allahın və Rəsulunun düşmənidir və Allahın nazil etdiyi ilə kafirdir. Baxın, açıq aydın deyir Rafizi Əl-Kərəki. Allahu Akbar. Və ya, düzdür, bu bir dənə Osman barədə qeyd olunur. Lakin bu bir etiqaddır, baxın. Bu elə belə bir dənə görüş deyil. Və bu cür fikirlər Şiə kitablarında onlarladır, yüzlərlədir. Doludur yəni kitabları. Və ya başqa bir məsələ qeyd edəcəyəm. Əl-Kərəkinin sözü, bir də deyirəm mənbəsini.
Nəfəhatul Lahut adlı kitab 140-cı səhifə. Kərəkinin sözü, bir də deyirəm mənbəsini. Nəfəhatul Lahut adlı kitab 140-cı səhifə. Şübhəsiz ki, biz 4 dənə bütdən, baxın, büt deyir, 4 dənə bütdən uzağıq. 4 dənə bütdən kimlərdir? Əbu Bəkir və Ömər və Osman və Muaviyyə. 4 dənə büt adlandırır. Bax, deyir, biz buna etiqad edirik. Biz, deyir, etiqad edirik ki, 4 dənə bütdən uzağıq. Və xəlifələri və Muaviyyənin adını qeyd edir. Əbu Bəkir, Ömər, Osman və Muaviyyə. Və davam edir sözünə. Və nisəyil ərbəə. Və 4 dənə də qadından uzağıq. Kimlərdir? Ayşə, baxın, Peyğəmbər sallallahu aleyhi ve sellemin zövcəsi, namusu yəni. Peyğəmbər sallallahu aleyhi ve sellemin namusu. Ayşə və Həfsa və Hind və Ümmü Həkəm. 4 dənə də qadının adını qeyd edir. Və sonra deyir ki, və min cəmiyyi ətbəyihim və əşyəyihim. Və onların bütün tabi olanlarından və şiyələrindən, tərəfdarlarından biz, deyir, uzağıq. Sonra deyir ki, və ennəhum şərru xəlqilləhi alə vəçil ard. Onlar, deyir, yer üzündə Allahın xəlq etdiyi ən şərli insanlardır. Baxın, nə cürünə Qurana müxalifdirlər rafizilər. Rafizilər sahabələrə görə nə deyir? Yer üzünün ən şərli təbəqəsi olub və ya nəsli olub. Allahu Akbar. Amma Quran nə deyir? Quran tərifləyir, məth edir sahabələri. Cənnətlə müjdəliyir. Altlarından çaylar axan. Cənnətlər, deyir, hazırladığı onlar üçün. Onlar Allahdan razıdır. Allah da onlardan. Ki, o ayələri bir qismini biz oxumuşuq. Keçmiş dərslərdə. Amma baxın məclisi, Rafizi məclisi, görün nə deyir? Deyir, onlar, deyir, yer üzünün, deyir, ən şərli insanlarıdır. Bu Əlinin etiqadıdır? Təbii ki, yox. Bu imamların etiqadıdır? Təbii ki, yox. İmamlar buna etiqad eləməyib. İmamların rəyini mən keçən dərsdə qeyd elədim. Zeyd ibn Əli, yəni Hüseynin nəvəsi Zeyd ibn Əli deyir ki, sözlərində nə dedi? Dedi ki, mən, dedi, onlar barədə, yəni Əbu Bəkir və Ömər barədə xeyirdən, əhl-i beytimdən, dedi, xeyirdən başqa bir şey eşitməmişəm. Açıq aydın deyir, baxın, sarahətən. Mən, deyir, əhl-i beytimdən onlar barədə, yəni Əbu Bəkir və Ömər barədə xeyirdən başqa bir şey eşitməmişəm, deyir. Hicrətin 122-ci ilində vəfat edib. Rahiməhullah. Amma rafizilər, baxın, sahabələrə söyürlər, təhqir edirlər. Və bu bir etiqaddır onlarda. Və bu küfürdür, zındıqlıqdır və dindən çıxarır. Əgər bir adam bilsə ki, bunu etmək olmaz və bunu etsə, yeri cəhənnəmdir. İstəyir 50 il ibadət eləsin. Xeyri yoxdur, yəni. Çünki o etdiyi ibadətlərin hamısını zayi edəcək. Qəbul olunmayacaq. Məsələ budur, yəni şərt ibadət deyil, yəni. Sənin əgər Allahın təriflədiyi sahabələrə mövqeyin mənfidirsə və sən onları təkfir edirsənsə və s. Yəni cənnəti heç yadından çıxar, yəni. Mümkün deyil, yəni sənin cənnətə getməyi. 50 ildə ibadət eləsin. Allahu Akbar. Yəni şərt ibadət eləmək deyil, şərt o ibadətlərin
Allahu Teala tərəfindən qəbul edilməsidir. Qəbul edilməsi üçün ixlas olmalıdır. Və s. Çox uzatmaq istəmirəm. Və davam edir və deyir ki, və ənəhu ləm yutimmul iman billahi və rasulihi vəl əyimməti illə bə'dət təbərrəu min ədəyihim. Deyir ki, şübhəsiz ki, deyir, iman, Allaha və Rəsuluna və imamlara edilən iman tamamlanmaz, yalnız onların düşmənlərindən təbərru etməyənə qədər, yəni uzaq olmayana qədər. Baxın, rafizilərin etiqadı budur və bu küfürdür. Və buna etiqad edən bu sifətdə ölsə kafir olur və əbədiyyən cəhənnəmə gedəcək. Şək və şübhə yoxdur. Allahu Akbar. Yəni, baxın, ey rafizilər, sizin üçün gör nə dəlil gətirirlər İbn Teymiyyənin sözə. İbn Teymiyyədən sənə nə? Bax, heç öz içlərində olan zəlalətlər barədə danışmırlar. Yenə də mən bir yana dedim ki, əgər İbn Teymiyyə desəydi ki, əlini söyüblər, doğru ediblər, düz eləyiblər, əcəb eləyiblər, yaxşı eləyiblər və s. Hə, onda İbn Teymiyyəni kimsə təqsirkar çıxara bilərdi və haqqı da olardı. Amma İbn Teymiyyə belə deyirmi? Cavab yox. Yəni, bunu bir tarixi xəbər kimi verir. Yəni, tarix kitablarında, misal üçün, yəni, qədimdə olan bir hadisə, bir olay. Elə? Yəni, xəbər verirsən ki, belə bir olay olub, misal üçün. Hə, indi xəbər verən buna görə qınana bilərmi? Əgər düzgün deyirsə, haqq deyirsə, qınanmaz yəni. Kiminsə qınamağa haqqı olmaz. Məsələn, siz rafizilər, məsələn, İmam Cəfər-i Sadiqin saqqalına dırt eləyib, əstəğfirullah, qaz buraxanı, yəni Zuraranı tənqid edirsiniz, ey rafizilər. Yox, mən rast gəlməmişəm. Əksinə Zuraranı tərifləyirlər. Zurara İbn Əyin ki, əvvəli nəsrani idi. Sonradan rafiziliyi qəbul eləyir. Və yeri gəlmişkən onu deyim ki, Zurara nə bilim, neçə dənə hədis rəvayət etməsinə rəğmən, yəni bir növ şiənin ən etibar sayıla bilən, baxmayaraq ki, İmam Cəfər-i Sadiq onu 3 dəfə lənətləyir və ümumiyyətlə rical alimləri də cərh eləyir, ən etibarlı sayılan ravilərindən sayılır. Şiənin girir Cəfər-i Sadiqin yanına və orada bir-iki suallar verir, yəni və çıxanda deyir ki, onun deyir, saqqalına deyir, dırt elədim deyir. Yəni qaz buraxdım. Və sonra nə deyir? Bax, rəvayətləri deyirəm, bax, Əl-Kişi bunu deyir, Rical-ü Kişi kitabında 265-ci səhifədə. Yəni, müxtəsər qeyd edəcəm, deyir ki, fələmmə xərəctu darattu fi lihiyyətihi və qultu lə yufləh əbədən. Deyir, çıxarkən yanından saqqalına deyir, dırt elədim, qaz buraxdım yəni. Allahu Akbar. Və deyir, sonra da deyir, dedim ki, əbədi olaraq nicat tapmaz. Yəni Cəfər-i Sadiqi deyir ki, nicat tapmaz yəni. Baxın nə deyir. Bunu paylaşırsınız, bunu yayırsınız, bunu deyirsiniz. Görmüsünüz, ey sıravi şiyələr. Bu barədə danışan bir şiyə danışmanı, elm əhli yox, danışman. Mən onlara danışman deyirəm. Görmüsünüz? Yox. Bu bir xəbərdir, baxın. Və konkret imamı aşağılayır. Və nəinki aşağılayır? Hətta deyir ki, heç vaxt deyir, əbədi olaraq deyir, nicat tapmaz deyir. Bilirsiniz niyə belə deyir? Çünki deyir, İmam Cəfər Sadiq o rafizilərin etiqadında deyildi.
Ona görə yəni. Ona görə mən deyirəm, həmişə deyirəm ki, rafizilər imamlara müxalifdirlər. Qurana, sünnətə, imamlara müxalifdirlər. Allahu Akbar. Və bunu deyir, mənbələri qeyd edəcəyim ancaq. Rical-ü Kişşidə Kişşi 265-ci səhifə, Şeyx-ü Taifə Tusi İxtiyar-ı Mərifət-i Rical kitabında 1-ci cild 379-cu səhifədə, Əl-Məmaqani Tənqihul Məqal kitabında 28-ci cild 138-ci səhifədə, Əl-Xoyi Mücəm-ü Ricalül Hədis kitabında 8-ci cild 245-ci səhifədə, Ət-Tustəri Muhammed Təqiyyəddin Tustəri və ya Şuştəri belə də deyirlər. Qamus-ur Rical adlı kitabda 4-cü cild 434-cü səhifədə bunu qeyd edir, rivayət edir. Çünki rivayətlə gətirirlər. Baxın, imamın saqqalına dırt eləyir. Nəuzubillah. Qaz buraxır yəni. Bu indi imam üçün tənədir, tənə deyil. İmamı aşağılamaqdır ya deyil? Əlbəttə aşağılamaqdır. Amma rafizilər bu barədə danışırlar. Cavab yox. İbn-i Teymiyyədən danışır. Subhanallah. Güya rədd eləyir. Sən kimsən ki İbn-i Teymiyyədən danışırsan? Sən cahilsən, sən yalancısan. Ey Qasım Səfərov. Hər yerindən duran İbn-i Teymiyyədən danışa bilməz. Ondan sonra məsələn baxın, 90%-dən çox rafizi alimləri Quranın təhrif olunduğunu deyirlər və demişlər. Bu barədə heç danışırsınız? Cavab yox. Niyə? Yəni, Quran-ı Kərim Allahın kitabıdır. Quran-ı Kərimdə Allah subhanahu wa ta'ala zəmanət verib ki, zikri qoruyacaq. Ki, bura Quran da sünnə də daxildir. Quran da daxildir, sünnə də daxildir. Allah Rəsulunun sünnəsi. Amma 90%-dən çox, 95% və s. və hətta daha da çox Şiə alimləri Quranın təhrif olunduğunu deyirlər yəni. Açıq aydın, baxın, Əl-Kuleyni, hansı ki, rafizilər ona Siqatul İslam deyirlər. Siqatul İslam biz nə demək? İslamın ən güvəniləni. İslamda ən güvənilən şəxs. Belə bir şey olurmu yəni? Yəni, İslamın ən güvənilən şəxsi Allah Rəsuludur. Əl-Kuleyni, baxın, Əl-Kafi kitabında qeyd edir və deyir ki, Cəfər, deməli, Əbu Abdullah Cəfər Sadiqdən rivayət edir. Deyir ki, Ən Əbi Abdillah aleyhisselam Qalə innəl Qur'anəl-ləzi cəə bihi Cibrilu aleyhisselam Cəbrailu aleyhisselam ilə Muhammedin sallallahu aleyhi və aleyhi səbətə əşrə əlfə ayə. Deyir ki, Əbu Abdullah, yəni Cəfər Sadiq, təbii ki, Cəfər Sadiq belə bir söz deməyib. Bu yalandır, böhtandır. Biz etiqad eləmirik ki, Cəfər Sadiq buna deyib. Lakin biz bunu deyirik ki, çünki rafizilər buna etiqad edir. Və Cəfər Sadiqin adından yalan uydurublar bu rəvayəti. Allahu Ekber. Və deyir ki, Qur'an hansı ki, şübhəsiz ki, Qur'an hansı ki, Cəbrail aleyhissalam Muhammed sallallahu aleyhi ve sellemə gətirib 17.000 ayə idi. 17.000 ayə idi. Baxın nə deyir. Halbuki əlimizdə olan Quranda 6236, yəni ən məşhur olan, ixtilaf var bu konuda da, lakin ən məşhur olan və ya racih olan
görüş budur ki 6236 tane ayə vardır Quran-ı Kerimdə. 17 min ayə. 17 min ayə. 6236'ını çıx. Yəni təxminən 11 mindən biraz az, yəni 10 min, nə bilim, 800 filan, 700 nə qədər ayə hardadır? Hardadır 10 mindən yuxarı ayə? Allahu Akbar. Və ya başqa bir rəvayət gətirir Kuleyni. Deməli, yeri gəlmişkən mənbəsini deyim, kafidir. Sadəcə səhifəsini deyəcəm. 2-ci cild 634-cü səhifə. İkinci bir rəvayəti gətirəcəyəm. Görün nə deyir? Deyir ki, Əbu Cəfərdən, yəni Muhammed Əl-Baqirdən, 5-ci imamdan rəvayət edirlər. Deyir ki, deməli, ravisi Cabirdir. Deyir ki, qalə ən Cabir, qalə səmiyyətu Əbə Cəfər aleyhisselam yəqulu mə iddəə əhədun minən nəsi ənəhu cəməəl Qur'an kulləhu kəmə unzilə illə kəzibə illə kəzzəbun və mə cəməəxu və hafizəhu kəmə nəzzələhullahu Teala əl-qavl. Nə deyir? Deyir ki, Cəfər Sadiq deməli, ravi deyir ki, Cabir, eşitdim ki, Əbu Cəfər, yəni Muhammed Əl-Baqir, deyir ki, kim deyir insanlardan əgər biri iddia eləsə ki, Qur'an Allahın qatından nazil olduğu kimi cəm edilib, o deyir, yalnız deyir, yalancıdır. Deyir, nə cəm edilib, nazil olduğu kimi, nə də əzbərlənib. Baxın, açıq aydın bunu deyirlər. Bunun da məslərini deyim. Əl-Kuleyni Kafi kitabı 1-ci cild 228-ci səhifə. Baxın. Yəni, bu cür rəvayətlər şeyh kitablarında onlarladır, yüzlərlədir və daha çoxdur. Və açıq aydın bir çox şiə alimi qeyd edir ki, Kuleyni etiqad etmişdir ki, Quran təhrif olunub. Bax, bəzi qeylləri qeyd edəcəyəm. Bəzilərini. Baxın. Görün nə deyir? Əl-Feyzul Kaşani Təfsirus Safi kitabında. Allahu Akbar. Açıq aydın. Deyir ki, və əmmə etiqadu məşayixunə fi zəlikə, yəni fi təhrifil Qur'an. Fəzzahiru min siqatil İslam Muhammed ibn Yaqub el-Kuleyni ənəhu kana yə'təqidu ət-təhrif və nuqsan fil Qur'an. Görün nədir? Açıq aydın. Baxın. Açıq aydın qeyd edir bunu. Nə deyir? Deyir ki, amma Quranın təhrif olunması barədə bizim şeyxlərimizin etiqadına gəlincə, bu da deyir zahirdir. Muhammed bin Yaqub el-Kuleyni'dən, Siqatül İslam, Muhammed bin Yaqub el-Kuleyni'dən, deyir, o deyir, etiqad etmişdir ki, Quran təhrif olunub və naqistir. Baxın, naqistirdir, naqis. Naqis nə demək? Yəni, oradan bir şeylər çıxardılıb. Baxın, budur Rafizilərin etiqadı. Qasım Səfərov bundan danışırmı? Və ya başqaları o danışmanlar? Yox, bundan heç vaxtı danışmırlar. Məsələn, çıxsınlar Rafizilər, Quran barədə etiqadlarını bəyan etsinlər. Və Qurana təhrif olunmağı
deyən alimləri təkfir etsinlər. Əgər deyirlərsə ki, Quran təhrif olunmayıb. Baxın, onlarda belə bir ilginc bir mövqe var. Allahu Akbar. Ki bu barədə mənim rəddiyəm var. Bəlli olduğu kimi dinlərinin əsasını Səqələyn hədisi üzərində qurublar. Halbuki Səqələyn hədisi barədə Şiə kitablarında mövcud olan rəvayətlərin hamısı zəifdir və ya uydurmadır. Bir dənə, baxın, bir dənə səhih rəvayət gətirə bilməzlər. Acizdirlər. O dərəcədə yəni. Təsəvvür edin. İndi Səqələyn nə demək? İki ağır əmanət. Təsəvvür edin, Quran-ı Kərim Əs-Siqlul Əkbərdir. Yəni böyük əmanət. İmamət və ya Əhl-i Beyt, Əhl-i Beyt deyəndə də onlar imaməti qəsd edirlər. Yəni, onlarda kiçik əmanətdir. Təsəvvür edin, böyük əmanəti təhrif olunduğunu deyəni təkfir eləmirlər. Təkfir eləmirlər. Yəni, şiəlikdə belə bir şey yoxdur. Rafizilikdə daha doğrusu. Amma kiçik əmanəti inkar edən və ya ona etiqad etməyəni təkfir edirlər dirək olaraq. Hüccət zadə heç nə lazımdır. Şərtlər dolmaq, maniyələr, dirək kafir. Belə bir şey olurmu? Yəni, İslam dini belə bir şeyə icazə verə bilərmi? Bilirsiniz niyə görə təkfir eləmirlər Qurana təhrif olunduğunu deyənləri? Çünki Quranın təhrif olunduğunu əgər deyənləri təkfir eləsələr, 90% alimləri kafir olmalıdır. Və dolayısıyla Şiə məzhəbi zay oldu yəni. Sakat oldu. Sakat oldu yəni. Və buna görə təhrik eləmirlər, təkfir eləmirlər. Halbuki əhl-i sünnədə hətta bir adam çıxıb desə ki, bir hərif Quran-ı Kərimdən dəyişdirilib, o adam dirək kafirdir. Dirək kafirdir. Təkfir edilir yəni. Niyə görə? Çünki Quran-ı Kərim Allahın kəlamıdır. Allah subhanahu wa ta'ala bəyəm öz kitabını qorumaqdan acizdirmi? Çünki buna zəmanət verir. Deyə bilərlər ki, o biri kitabları niyə qorumadı? Yox. Çünki o biri kitabları qoruyacağına zəmanət verməmişdi. Yəni, bu dediyimdə bir ziddiyyət yoxdur. Onlara zəmanət verilməmişdi Tövrat, Zəbur, İncil. Amma Quran-ı Kərimin qorunacağına zəmanət verilib. Ona görə də onun qoruyacaq. Və bunda hər hansı bir şək şübhə də ola bilməz. Yəni, hansısa sahabə Quranı cəm edəndə Quranı naqis topladı. Belə bir şey olur. Yəni, buna kiminsə gücü çatar. Allah subhanahu ta'ala deyir ki, bütün deyir insanlar və cinlər deyir toplansa da deyir bu kitabın deyir bir ayəsini və ya bir sözünü də deyir gətirə bilməz. Mislini deyir gətirə bilməz. Bu sözlər bir boş yerə deyilən sözlərdir. Təbii ki, yox. Amma rafizilər həmin alimləri təkfir eləmirlər. Baxın, Kuleyni açıq aydın deyir, Kaşani deyir ki, Kuleyni etiqad edib ki, Quran-ı Kərim təhrif olunub və naqisdir. Bir də oxuyuram. Ənəhu kana, yəni Kuleyni, ya'təqid ət-təhrif və nöqsan fil Quran. Kuleyni etiqad etmişdir ki, Quran təhrif olunub və naqisdir. Baxın, indi bunu deyəni təkfir eləmirlər şiələr. Və bu da problem. Bu barədə danışan varmı? Ey Qasım Səfərov, şiələrin Quran barədə etiqadı barədə danışsan. Sən İbn Teymiyyədən nə yapışmısan bir dənə kəlməsindən, bir dənə sözündən? Allahu Ekber.
Budur bax sizin imamətdən danış. Elmin var, gəl imamətdən danışaq. Allahu Akbar. Gəl danışaq imamətdən. Subhanallah. Və ya başqa məsələlər var. Mən indi bütün bu, deməli bunu deyir, mənbəsini deyim. Feyz el-Kaşani bunu deyir Təfsir-ü Safidə müqəddimədə, 6-cı müqəddimə, səhifə 1-ci cild 52-ci səhifə. 1-ci cild 52-ci səhifədə bunu qeyd edir. Və ya məsələn başqa məsələyə toxunaq. Elə başqa məsələ hansı? Məsələn, bax ki, Əli ibn Əbi Talib onların nəzdində imamdır. Əli ibn Əbi Talibi kim öldürüb? Əbdurrahman ibn Mülcəm. Hüseyin ibn Əlini kim öldürüb? Şimir bin Zilcövşən. Bunlar barədə bir şeylər deyirlər, danışırlar bunlar barədə. Yox. Bunlar barədə heç nə demirlər. Lənətləmirlər, söymürlər. Sahabələr söyürlər, kişi. Niyə? Güya Əlini imamətini eləməyiblər. Və Əbu Bəkirə biyyət eləyiblər. Əli də biyyət elədi. Niyə görə? Sahabələr kafir oldu. Dırnaq arası. Əbu Bəkirə biyyət elədiklərinə görə Əli 2 dəfə biyyət elədi. Kafir olmadı. Niyə? Bax, sən bundan danış. Ey Qasım Səfərov. Elmin var, bundan danış. Amma bundan danışmırsan. Çünki niyə görə? Nə danışacaqsan? Danışılacaq bir şey yoxdur. Ona görə mən həmişə deyirəm ki, imamlar rafizilərə müxalif olublar. Çünki rafiziliyin qurucusu Abdullah bin Səbadır. Əli ibn Əbi Talib deyil. Ya Həsən, ya Hüseyin deyil. Əli ibn Əbi Talib sahabələrə rəğbəti olub. Keçən dərslərdə mən qeyd elədim. Nəhcül Bəlağədən. Mən deyir, Allah Rəsulunun sahabələrini gördüm. Sizdən deyir, heç kim deyir, onlara bənzəmirsiniz. Açıq aydın yenə deyir bunları. Allahu Akbar. Əlbəttə ki, bunlar batildir və qəbul edilməzdir. Və sən cahilsən və yalancısan, ey Qasım Səfərov. Və boş-boşuna danışırsan, heç bir dəlil gətirmirsən. O ki, qaldı bu 8-ci məsələdə, bu videonda, güya ki, Ammar barədə, sahabə Ammarın öldürülməsi barədə bu məsələyə cavab verilib. Bu məsələyə nə qədər cavab verilib? Daha sayı hesabı yoxdur. Və danışılıb bu barədə. 2 dənə orada söz var, nədir? Sənə bəği əhli öldürəcək. Bundan sənə nə? Sən dinini bunun üzərində quracaqsan. Əstəğfirullah. Və budur problem. Din qurulur kitab və Quran və sünnət üzərində. Dinin əsli budur. Allahın kitabı və Rəsulunun sünnəsi. Da bir dənə, 2 dənə hədis üzərində yox. Məsələ budur, problem budur. Yəni, bu qədər danışdıq, yəni, çox da uzatmaq istəmirəm. Və son da xülasə olaraq deyirəm ki, bütün bunlar hamısı gətirdiyin iddialar batildir. Şeyxülislam İbn Teymiyyə heç kimə tənə eləməyib və ya Əli barədə dediyi o tənə deyil. Sadəcə xəbərdir. Tarixdə baş verən və Əl-Hillini, Rafizi Əl-Hillini rəddiyədir. Rədd eləyir, deyir ki, sənin iddian yersizdir, Əli imam olmayıb, Əli xəlifə olub, 4-cü xəlifə, Əli imamət etiqadına, 12 imam etiqadına etiqad etməyib və o biri imamlar da heç biri 12 imam etiqadına etiqad etməyiblər. Olay budur. Onlar Quran və sünnəyə tabi olublar. Müxtəsər bu qədər. Allah bilir. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.